Zaman keçdikcə həyatın qiyməti ilə bərabər ölümün də qiyməti artır. Əvvəllər insan dünyasını dəyişəndə onun dəfn olunması ailə üçün adi, sadə bir mərasim idi. İndi isə ölüm bahalı olub. Qəbir yerlərinin qiymətləri elə səviyyə çatıb ki, insanlar sağ ikən ölməyin yükünü daşımağa başlayırlar. Bir çox məkanlarda qəbir sahələri sanki daşınmaz əmlak bazarlarına daxil edilib. Qiymətlər bölgəyə, yerin ölçüsünə və hətta mənzərəsinə görə dəyişir. Şəhər qəbirstanlıqlarında bir yer almaq bəzən bir ailənin illərlə topladığı pulla müqayisə edilə bilər. Yəni insan təkcə yaşamaq üçün deyil, ölmək üçün də pula ehtiyac duyur. Xüsusilə Bakı və digər böyük şəhərlərdə qəbirstanlıqlarda yer tapmaq həm çətinləşib, həm də bahalaşıb. Hazırda bəzi qəbir yerləri üçün tələb olunan məbləğ 15-25 min manat arasında dəyişir ki, bu da orta qiymətli bir mənzilin dəyərinə bərabərdir. Mütəxəssislər bildirirlər ki, çox vaxt bu yerlər rəsmi şəkildə deyil, vasitəçilər və qeyri-qanuni yollarla satılır. Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa da münasibət bildirib. Ümumiyyətlə, qəbir yerlərinin satılması qanunvericilikdə nəzərdə tutulmur. Dövlətə ya bələdiyyə ödənilən rüsum formasında düşünülür. Bunu da ya müvafiq bələdiyyə ya da müvafiq icra orqanı kimə ki həvalə olunubdur, onlar bu məsələ ilə məşğul olmalıdırlar. Və qiymətlər də müəyyən olunubdur, yəni rüsum olaraq 63 manat ödənilir. İndi təbii ki, orada fəhlə və başqa qazıntı xərclər çıxanda insanlar özləri kiməsə hörmət eləyirlər, bu başqa məsələ. Amma yerin satılması həm hüquqi cəhətdən demək, cinayət xarakterli addımdır, həm də mənəvi cəhətdən də əxlaqi addım deyil. Çünki insanlara ölüm anında belə hansısa bir sıxıntı yaşatmaq doğru deyil. Bütün hallarda belə bir alqı-satqı predmetinə qəbirstanlığın ya ayrıca qəbir yerlərinin çevrilməsi qeyri-hüquqi davranışdır və bu da məsuliyyət yaradır və heç kimsə bundan məşğul olmamalıdır. Bu qədər təmtəraqlı, israfçı məsələyə yanaşmaq dində məqbul sayılmır. Vətəndaşlar isə yaranmış vəziyyətdən ciddi narazılıq edirlər. Onların sözlərinə görə doğmalarını dəfn etmək üçün ya yüksək məbləğ ödəməli olurlar, ya da şəhərdən kənar ərazilərə üz tutmağa məcbur qalırlar. Bu isə xüsusilə az təminatlı ailələr üçün əlavə çətinliklər yaradır. Bir yerləri hər yerdə bahadır. Getdikcə bahadır, getdikcə də bahalaşacaq. Ona görə də heç kim bu vaxtında fikirləşmir, nə bir iş görmürlər. Nə vaxtacan belə olacaq, hələ bilən yoxdur. Bəs bilirsinizmi ki, qəbir yeri dövlət rüsumu 63 manatdır? Valla 60 manat olsa, 6 manat 30 qəpik olsa da o qiymətə vermirlər, bəlkə 1000 dəfə onun artığına verirlər. Nə qədər qiymətə eşitmişsiniz qəbir yerləri? Valla 2000 də eşitmişəm, 6000 də eşitmişəm, yasabında 10 minə qədər pul istəyirlər. 15 min mən eşitdim o günləri. Necə? Yasamal qəbirstanlığı 15 min mən eşitdim. O pulsuz olmalıdır. Hökumətin rüsumu 60 manat olmalıdır. Nə olsun, indi ona kimdir baxan? Sırağan burada oturmuşdur, bir nəfər axtarırdı, yer axtarırdı. Yaxını var rəhmətə gedəcək yaxınlarda. Deyir 15 mindən aşağı yeri yox. Yasamal qəbirstanlığı. Biz elə əvvəldən öz yerimizi alıb qoymuşuq da. Başa düşdüm. Ümumiyyətlə, neçə almışsınız bundan? Biz nə havaya verirlər, yəni pulla. Neçə almışsınız? Nə bilməm, yerin biri indi bir də 500 manada, 600 manada, 1000 manada, 2000-ə, baxır da yerinə də. Siz neçə almışsınız? Mən 2000-ə. 2000-ə özünüzə yer almışsınız. Ödənişli o bahalı söhbətlər gedir.